Şah İsmail Xətayeviz. Bax qardaşlar, mən deyirdim ha, Şah İsmail bizim milli kimliyimizdir. Bax burada bax görürsüz, Məğrur müəllim yazır Şah İsmail Xətayeviz. Yəni artıq məğrur Azərbaycanlı olmaqdan özünü çıxardır. Yəni Şah İsmailə nifrət eləməklə Şah İsmail nifrəti Məğrur müəllimi Azərbaycancılıqdan çıxardır. Fikir verirsiniz? Bax biz deyəndə bunu deyirik. Yəni tarixə nifrət, Azərbaycanın tarixi sərkərdələrə nifrət, Azərbaycan tarixindən nifrət insanı Azərbaycan dövlətinə, Azərbaycan xalqına separatçı eləyir. Təsəvvür edirsiniz? Yəni faciəyə baxın ha. Şah İsmail Xətayeviz bu günləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Ordeni Şah İsmailin adınadır. Yəni Şah İsmailin adına bizim Ali Hərbi Ordenimiz var. Azərbaycanın hərbi akademiyalarında Şah İsmaildan dərs keçirilir. Şah İsmail Qızılbaş irsi tədris olunur bizim əskər və zabitlərimizə. Siz Şah İsmail Xətayeviz deməklə özü Azərbaycan ordusundan da, Azərbaycan xalqından da ayırırsan.